Əziz və dəyərli şagirdlər, hal-hazırda mən sizin üçün 2025-ci il Diyanət Liseyindən hazırlaşan 5-ci sinif şagirdləri üçün mövzu sınaq 2-nin izahını verəcəm. Birinci sualımız adi kəsirlərin toplanmasına aiddir. Burada 22-də 11 ilə 222-də 111 bir-birinə bərabər olur. İxtisar olanda hər biri 2-də 1-ə bərabər olur. 2-də 1 üstə gəlsin 2-də 1. Amma burada 33-də 22 ilə 3333-də 2220 də ixtisar olanda 3-də 2, hər biri 3-də 2 bir-birinə bərabər olur. İndi nə edirik? 2-də 1 ilə 2-də 1-i toplayıram. 2-də 2 üstə gəlinsin. Bunları da toplayanda 3-də 4. Yəni 2-də 2 üstə gəlinsin 1 tam 3-də 1. Bildiyimiz kimi 2-də 2 ilə 1 deməkdir. 1-in üzərinə 1 tam 3-də 1 gələndə 2 tam 3-də 1 edir. Cavab olur B variantı. Növbəti sual ikinci sualda deyir ki, A-dan B-ni çıx. Yəni 2-də 3x-dan 2-də 3x çıxanda heç nə qalmır. Bizə qalır 5-də 3 çıxılsın 5-də 1. O da eləyir 5-də 2. Variant olaraq B variantı. 53-cü sualda düzgün olmayan kəsirlər olarsa, yəni bunlar hər biri düzgün olmayan kəsirlərdir. Biz də bilirik ki, düzgün olmayan kəsiri sürəti məxrəzinə ya böyük olur, ya da bərabər olur. A-nın ən böyük qiyməti deyərsə, 7 üstə gəlsin A bərabər olar 13-ə. A da bərabərdir 13 çıxılsın 7 eləyir 6. Və 5 üstə gəl B ikinci kəsirdə bərabərdir 19-a. B də bərabərdir 19 çıxılsın 5, o da eləyir 14. Və 50 deməli 5-dir də burada. Və bizdən istədiyi nədir? Bizə deyir ki, B-nin ən kiçik və A-nın ən böyük natural qiymətlərinin hasilini tapın. 14-ü vururam 6-ya, cavab olur 84 B variantı. 54-cü sual. 54-cü sualda deyir ki, ABC-ni müqayisə edin. Biz bilirik ki, 49 çıxılsın 45 bərabərdir 4 eləyir. 73 çıxılsın 69, o da 4 eləyir. 47 çıxılsın 43, o da 4 eləyir. Əgər sürətləri və məxrəcləri bir-birindən çıxanda eyni ədədlər alınırsa, bunu rahat yolla müqayisə edə bilərəm. Düzgün olan kəsirlərdən məxrəci böyük olan ən böyük olur, məxrəci kiçik olan ən kiçik olur. Yəni, bu şəkildə cavab yoxdursa, bunu C, A, B kimi də göstərmək olar. Yəni, B bunların hər birindən böyükdür. Sonra gəlir A, sonra da gəlir C. Variantlarda varmı? Deyəsən var burada. D variantıdır. Aha, 55-ci sualda deyir, sadə kəsirlər bir-birinə bərabərdir. Yəni, bunların arasında bir dənə bərabər işarəsi qoysaq, onda bunların sürətləri bir-birinə, məxrəclər də bir-birinə bərabər olur. X plus 3 15-ə bərabərdir. X bərabərdir 15 çıxılsın 3. 13 yazdım deyəsən. 15 çıxılsın 3, o da bərabərdir 12-yə. 2y plus 1 bərabərdir 7-yə. 2y bərabərdir 7 çıxılsın 1 edir 6. Y də bərabərdir 3-ə. Y-i 3 aldım, X-i 12 aldım. X-Y hasilini istəyir bizdən 55-də. Yəni 12 vurulsun 3 eləyir 36 C variantı. Növbəti sualımız 56-cı sualdır. Mötərizəni vurub açırıq ki, tənliyi həll edək. 3-ü 4x-a vururam 12x. 3-ü 2-yə vururam 6. Üstə gəlinsin 4-ü 2x-a vururam 8x. Və üstə gəlsin 4 bərabərdir 50-yə. 12x-la 8x-i toplayıram 20x üstə gəlsin 10 bərabərdir 50-yə. 20x bərabərdir 50-dən 10 çıxıram 40. X da bərabərdir 40-ı böləndə 20-yə eləyir 2. Tənliyin kökünün neçə sadə böləni var? 2-nin bölənləri 1 ilə 2-dir. Bunlardan yalnız 2 sadə bölən sayılır. Yəni 1 dənə sadə böləni var. Variant olacaq A variantı. Növbəti sualımız neçənci sual olacaq? 57-ci sual olacaq. Deməli 4-ü vurublar 1, 2, 3, 4, 5. Yəni bu 10 üstü 5-dir. Buradan x-i tapdıq 5. Sonra 8-i vurublar 1, 2, 3. 10 üstü 3-dür. Z oldu 3. Və bu da 10 üstü 1-dir. T də 1-dir. 5 üstə 3, 8, 8 üstə 1, 9. Variant oldu 57-də Y variantı. 58-də deyir, AB fərqli natural ədədlərdir.
A və B bərabərdir 3 olarsa, yəni əbob AB 3-dür. Biz bilirik ki, ən balaca olsa 3 ilə 3-ün əbobunu götürə bilərik. 3 ilə 6-nın, 3 ilə 9-u bu şəkildə götürə bilərik. Amma fərqli dediyinə görə 3 ilə 3-ü götürə bilmirik. Yerdə qalır ən kiçiyi 3 ilə 6. 3 üstə gəlsin 6 ən azı 9 olacaq. Yəni D variantı. Növbəti 59-cu sualda baxırıq ki, deməli 2x plus 3y plus 5 70-ə bərabərdir. Amma burada 12, 18 və 30-dur. 2x-i nəyə vursaq 12 eləyər 6-ya. 3y-i nəyə vursaq 18 eləyər 6-ya. 5-dən də nəyə vursaq 30 eləyər 6-ya. Deməli, bu bərabərliyin hər iki tərəfini 6-ya vururamsa, digər tərəfini də 6-ya vurmalıyam. Onda olacaq nə? Olacaq 12x üstə gəl, 18y üstə gəl, 30t bərabərdir 70 vurulsun 6, 420. Yəni bu ifadənin cavabını biz buradan tapdıq 420. Bura 420-dirsə, neyinirik? 420-ni bölürük 3-ə, eləyir 140. 59-cu sualda B variantı. Başqa formada da eləyə bilərsiniz. Necə eləyə bilərsiniz? Gəlin baxaq. Başqa formada eyni cavaba çıxacaqsınız, amma gəlin eləyək. Başqa formada şagirdlər bunun hər tərəfini nəyə bölsəm ki, eləyər 6-ya. 12-ni 6-ya bölürəm. 2x üstə gəlsin, 18-i 6-ya bölürəm. 3y üstə gəl, 30-u 6-ya bölürəm, 5t. Deməli, biz bunu, baxın, eyni şeyə gəldik çıxdı. Biz bunu 6-ya vursaq, baxın, ortaq vuruq 6-nı çıxartdıq mötərizə xaricinə. 6-ya vursaq, eyni yerə gəlib çıxır. Yəni, 6 vur, bu ifadəni də bizə 70 verib, sonra da böl 3. Yəni də 420 bölünsün 3, bərabərdir 140 alınır. Deyir, AB fərqinin ən kiçik qiymətini tapın. Yəni, məşhur misallardan biridir. İxtisar eləyə bilərik, bunu 15-ə bölərik, bunu da 15-ə bölərik. 75-i 15-ə böləndə 5 eləyəcək, 90-ı 15-ə böləndə 6 eləyəcək. A çıxılsın B, yəni 6 çıxılsın 5 bərabərdir 1. 60 olacaq, deməli B variantı. Bir də B variantıdır da. Sonra növbəti sual 61-ci sualdır. Baxıram, məxrəclər olduğu kimi qalıb. Tam hissədən tam hissəni çıxıblar. Yəni 5-dən nəyi çıxanda 1 eləyər? 5-dən nəyi çıxanda 1 eləyər? Təbii ki, 4-ü. Və A-dan da 1 çıxıblar 5 eləyib. A çıxılsın 1 bərabərdir 5-ə. Onda A da bərabərdir 5 üstə gəl 1. O da 6. A-nı da tapdıq, B-ni də tapdıq. A-la B-nin cəmini tap deyəndə 6 ilə 4-ü toplayırıq. Cavab eləyir 10. Y variantı 61-də. 62-də 5-in kubu eləyir 125 bölünsün. 3-ün kvadratı 9, 4-ün kvadratı 16, üstə gəl 15. Yəni 125-i bölürəm 25-ə, üstə gəlirəm 15. 125-i 25-ə böləndə 5, 5 ilə də 15-in cəmi oldu 20. Orta vurğu mötərizə xaricinə çıxardım. Burada 20-ni qeyd elədik. Hə, 62-də B variantı qeyd elədik. 63-də orta vurğu mötərizə xaricinə çıxardım. Hər birində nə var? 5 var. Sonra nə var? X var. 5x-i nəyə vursam 15x y eləyər 3y. Çıxılsın. 5x-i nəyə vursam 25x z eləyər 5z. O da olacaq, deməli 5x vurulsun 3y çıxılsın 5z. Cavab olacaq elə A variantının özü. Növbəti sualımız 64-cü sualdır. Deməli, şagirdlər, bu bərabərliyi ödəyən 2 ədəd var. Ya 2-nin üstü 2 bərabərdir 2-nin üstü 2 yerlərini dəyişəndə eyni şey alınır. Ya da 2-nin üstü 4 bərabərdir 4-ün üstü 2. Bizə N ilə K-nın fərqli natural ədədlər olduğunu deyirsə, biz bunu götürürük. Onda K olacaq 2, N də olacaq 4. Bunların da cəmi olacaq 6, D variantı. 65-də deyir 2 üstü 5 ifadəsində, yəni 2 üstü 5 32 deməkdir. 2 və 5-in yerini dəyişsək 5-in üstü 2 olacaq, yəni 25. Nəticə necə dəyişiləcək? 7 vahid, yəni 32 dönüb olub 25. Neyinib? 7 vahid azalıb. D variantı 65-də. 66-da tənliyi həll edib x-in qiymətini tapın. Əvvəlcə neyinirik? Bu hissəni sadələşdirsək, x çıxılsın 8-də 1 bərabərdir. Orta vuruq bura 48 olsa, yəni əkobları vur 3, vur 3. Olacaq 48-də 15 çıxılsın, 48-də 4.
Yəni 48-də 11 olacaq. Belə bir şey olacaq. Bir dəqiqə düz yazdıq. 15 11 olacaq da, 1 olacaq. Burada da x çıxılsın. X bərabərdir 48-də 11 üstə gəlinsin 8-də 1. Bunu da 48-ə gətirmək üçün 6-ya vurduq. Oldu 48-də 11 üstə gəlinsin 48-də 6. O da elədi 48-də 17. Cavab Y variantı. Növbəti 67-ci sual. 67-ci sual isə A vurulsun onun üstü B. A və B natural ədədlərdir. Buna görə AB cəminin ən kiçik qiymətindir. Uşaqlar, burada 170-i, baxın, 170-i də vura bilərəm onun üstü 2, 3, 4, 5-ə. Baxın, 170 vurulsun onun üstü 5 yaza bilərəm. Və yaxud da 1700 vurulsun onun üstü 4 yaza bilərəm. Fərqli-fərqli yaza bilərəm deyə mənə AB-nin ən kiçik qiymətini istədiyinə görə 17-ni vururam onun üstü 1, 2, 3, 4, 5, 6-ya. Onun üstü 6-ya. Belə. Burada da olacaq, deməli, A olacaq 17, B olacaq 6, cəm eləyəcək 23, A variantı 67-də. 68-də aşağıdakı təkliflərdən neçəsi doğrudur? Ədədin bölənləri sonlu saydadır. Bəli, ədədin bölənləri sonlu saydadır. Sadə ədədlər tək ədədlərdir. Xeyr, 21 mürəkkəb ədəddir. Mürəkkəb ədədlər həmişə cütdür. Xeyr, 21 təkdir. Yenə yanlış oldu. Və dördüncü, ədədin qalıqsız bölündüyü natural ədədə həmin ədədin böləni deyilir. Doğrudur. Bölünən neçə dəfə artarsa, bölən də eyni dəfə artmalıdır ki, qismət dəyişməsin. 1, 4 və 5. Yəni 3 dənə cavab oldu 68-də C variantı. Rum rəqəmləri ilə çevrilməni tətbiq edək, sonra da bir-birindən çıxaq. Bu 500, bu da 100, 600, 50, ondan bir çıxıram 9, çıxılsın. 230, bu da 6, 236. Bu da eləyir 423, D variantı. Sonra yenə var, bəli. 50 bazar ertəsi 2 üstü 3 qədər, yəni 8, 2 üstü 3, 8 eləyir. Sərşənbə axşamı 4-ün üstü 2, yəni 16, cəmi 24 səhifə oxuyub. Kitab 4 üstü 3 səhifədən, yəni 64 səhifədən ibarətdirsə, neçə səhifə oxunmamış qalıb? 24-ü çıxırıq, 40 səhifə qalıb ki, Əli bunları hələ nə etməlidir? Oxumalıdır. 71-də deyir ki, yeşiyə daha 12 alma əlavə edilərsə, mən bilmirəm yeşikdə neçə alma var. 12-dən alma əlavə edilərsə, 3-ə, 5-ə, 7-yə bölmək olar. Yəni biz əslində əkob 3, 5, 7 axtarırıq. Hamısı sadə ədədlər olduğuna görə bir-birinə vurub bunların hasilini götürmək olar. 105 bunların əkobudur. Deməli 105-ədir, bərabərdir. Yeşikdə ən az neçə alma var? X da bərabərdir. 105 çıx 12. 15-dən 2 çıxıram 3. Daha doğrusu 5-dən 2 çıxıram 3. Ondan 1 çıxıram 9. Cavab eləyəcək 93. Belə olar yəqin ki. Müxtəlif tərəfli üçbucağın tərəfləri ən kiçik mürəkkəb ədədlərlə ifadə olunmuşdur. Biz də bilirik, ən kiçik mürəkkəb ədədlər 4-dür, 6-dır, 8-dir. Amma mütləq şəkildə uşaqlar üçbucaq bərabərsizliyi 4-cü sinifdə də keçirilibdir, yoxlayın. 4 ilə 6-nın cəmi 8-dən böyük olmalıdır. 6 ilə 8-in cəmi 4-dən böyük olmalıdır. 4 ilə 8-in də cəmi 6-dan böyük olmalıdır. Şərt ödəyir. 4 üstə 6 üstə 8 da 18. Bu üçbucağın perimetri ən kiçik qiymətini tapın. Nə oldu? 18 oldu. Sonra deyir ki, x-in qiymətini tapın. Gəlin x-in qiymətini tapaq. Baxırıq ki, deməli 144 alınması üçün 12-ni neyiniblər? 12-yə vurublar ki, 144 eləyibdir. Onda geriyə dönüş eləyəndə 144-ü 12-yə böləndə neçə eləyir? 12 eləyir. Bunun üçün mən nə edəcəm? 72-ni 12-yə böləcəm. Yəni 5x minus 4 bərabərdir 72 böl 12. 6. 5x bərabərdir 6 üstə gəl 4, 10. X da bərabərdir 10-u bölürəm 5-ə eləyir 2. 74-də cavab olur 2. 75-də uyğunluğu müəyyən edin. Gəlin baxaq. Vurmanın yer dəyişmə xassəsi. Vurmanın yer dəyişmə xassəsinə burada C uyğun gəlir. Vurğuların yerini dəyişəndə hasil dəyişmir. Bir də D uyğun gəlir. 1-ə getdi C və D. 2-yə vurmanın vurmanın qruplaşdırma xassəsi.
Qruplaşdırma, yəni vurğuların yerini istədiyimiz formada dəyişə bilirik, problem yoxdur. Və vurmanın paylama xassəsi A variantı ilə Y variantı paylama xassəsidir. A variantı toplamaya görə, Y variantda çıxmaya görə paylama xassəsi olur. Belə şagirdlər növbəti sınaqlarda yüksək nəticələrlə görüşmək ümidi ilə.